Təhsil hər bir cəmiyyətin inkişafının əsas sütunlarından biridir. Məhz bu məqsədlə Gəncə şəhərində fəaliyyətə başlayacaq Bilgin Tədris Mərkəzi gənclərin və məktəblilərin bilik və bacarıqlarının inkişafına töhfə verməyə hazırlaşır. 1 avqust tarixində keçiriləcək rəsmi açılış mərasimi ilə Bilgin Tədris Mərkəzi öz qapılarını elmə, biliyə və uğura can atan hər kəsin üzünə açacaq. Mərkəzin əsas məqsədi müasir təhsil metodlarından istifadə etməklə şagirdlərin akademik nailiyyətlərini artırmaq, onların gələcək uğurlarına möhkəm zəmin yaratmaqdır. Burada müxtəlif fənlər üzrə peşəkar və təcrübəli müəllimlər tərəfindən yüksək səviyyəli hazırlıq proqramları təşkil olunacaq. Hər bir şagirdə fərdi yanaşma, keyfiyyətli tədris, müasir dərs metodikaları və səmimi təhsil mühiti Bilgin Tədris Mərkəzinin əsas prinsiplərini təşkil edəcək. Mərkəzin fəaliyyəti təkcə imtahan nəticələrinin yüksəldilməsinə deyil, eyni zamanda düşünən, araşdıran, yaradıcı və özünə inamlı gənclərin formalaşmasına xidmət edəcək. Təhsilə edilən hər bir investisiya gələcəyə qoyulan ən qiymətli sərmayədir və Bilgin Tədris Mərkəzi də bu missiyanı məsuliyyətlə həyata keçirməyi qarşısına məqsəd qoyub. Gəncə şəhərinin təhsil həyatına yeni töhfə verəcək bu mərkəzin açılışı münasibətilə rəhbərliyi, müəllim heyətini və bütün kollektivi ürəkdən təbrik edir, fəaliyyətlərində davamlı uğurlar, bol nailiyyətlər və saysız hesabsız məzun sevincləri arzulayırıq. 1 avqust tarixində baş tutacaq açılış mərasiminin Gəncə təhsilinə yeni uğurlar gətirəcəyinə inanır, bütün valideynləri və şagirdləri Bilgin Tədris Mərkəzi ilə birlikdə bilik və uğur yoluna qədəm qoymağa dəvət edirik. Bilgin, biliyə açılan ümidli bir səngin, hər dərsdə zəhmətin bəhrəsi görünər, uğur zirvəsinə hər şagird yürüyər. Peşəkar müəllimlər nur saçar hər yana, bilik bəxş edərlər sevgi ilə insana, səbir, qayğı, zəhmətlə öyrədər hər kəsi, onların əməyidir gələcəyin səsi. Keyfiyyətli təhsil burada bir dəyərdir, hər uğurlu məzun bunun ən gözəl əsəridir. Arzular qanadaşır, üfüqlər genişlənir, bilginlə gələcəyə elan daha da yüklənir. Zəka, tərbiyə birləşir bu məkanda, ümidlər çiçəklənir hər bir gənc insanda. Bilgin adı daim zirvələrdə ucalacaq, biliklə böyüyən nəsil vətənə güc qatacaq.